Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə qoşma mövzusunun izahına baxaq. Qoşma ismin adlıq, yiyəlik, yönlülük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çağrıları əmələ gətirən köməkçilik hissəsidir. Yəni, yerlik və təsirli hallara qoşulmur. Bunu deyirik. Sonrasında, deməli, qoşmalar təklikdə müstəqil cümlə üzvü ola bilmirlər. Onlar ismin müəyyən hallarında olan sözlərə qoşulduqdan sonra məna çalarlar, əmələ gətirirlər. Qoşmalar quruluşsa yalnız sadə olur, yəni düzəltmə və mürəkkəb versiyası yoxdur. Digər köməkçilik hissələrindən fərqli olaraq qoşmalar qoşulduğu sözlərlə bir yerdə sintaktik təhlilə cəlb olunurlar və bir yerdə təhlil olunurlar. Bu isə digərlik hissələrinə aid olmayan xüsusiyyətdir. Yəni ancaq və ancaq qoşmada var bu. Məsələn, sənin kimlər çoxdur cümləsində çoxdur nədir? Çoxdur xəbər. Kim sənin kimlər deyərək sənin kimlər ifadəsində sənin kimi də burada qoşma olduğu üçün bu formada mübtəda vəzifəsinə çıxış eləyir. Qoşmanın digər köməkçilik hissələrindən fərqləndirən bir xüsusiyyət də odur ki, qrammatik şəkilçilər, bəzi qrammatik şəkilçiləri qoşulduğu sözlə birlikdə bəzi qrammatik şəkilçiləri cəm, bax burada gördüyümüz larlər kimi, hal, mənsubiyyət, şəxs xəbərlik kimi bəzi qrammatik şəkilçiləri də qəbul edə bilər. Təsriflənən feillərlə və feil bağlamalarından işlənməz qoşmalar və təsriflənən feillərlə işlənmədiyinə görə də feili xəbərdə ola bilməz. Bunu da qeyd edirik. Sonrasında təkhecalı qoşmalarımız var. Tək, dək, can qoşmaları ki, bunlar da sözlərə bitişik yazılırlar. Gördüyümüz kimi şəkilci tipində, yəni qarşısında tre ilə verdiyimiz üçün bunlar artıq necə yazılacaqlar? Sözlər bitişik yazılacaqlar. Keçirik hallara görə qoşmaların qruplaşdırılmasına. Hallara görə qoşmaların qruplaşdırılması var. Bu, hər bir kitabda verilib. Adlıq və yiyəlik hala aid olan qoşmalar var. Qədər, kimi, tək, ca, üçün, ilə, haqqında, haqda, barəsində, barədə, əvəzinə, naminə üzrə. Artıq bunları yazmağa ehtiyac yoxdur. Hər kəsin qayda kitabında var. Yönlülük hala qoşulanlar var. Bu adlıq və yiyəliyə qoşulanlar ikisi birdir, yəni ikisinə də eyni gedir. Yönlülük hala qoşulanlar qədər, kimi, dək, can, tərəf, doğru, qarşı, sarı, aid, dair, məxsus, nisbətən, yaxın, görə əsasən. Çıxışlıq hala qoşulanlar sonra, əvvəl, qabaq, bəri, qeyri, başqa, savayı, ayrı, özgə, əlavə, ötrü və s. İndi isə qoşmaların məna çalarları var ki, onlar haqqında danışaq. Qoşmaların deməli məna çalarları nədir? Bənzətmə mənasında var, birgəlik vasitə mənasında var, məsafə mənasında var, istiqamət var, aidlik, məxsusluq mənasında var, zaman, fərqləndirmə və səbəb məqsəd də mənalarında var. Hamısını bir-bir deyək. Bənzətmə mənasındakı qonşmalar bənzətmə mənasında qədər hansılardır? Kimi, tək və ya təkidə fərqi yoxdur. Hər ikisi də olur, yəni. Daha bir də təkini yazmıram. Bir də cacə. Bu bənzətmə mənasındadır. Yəni kiməsə bənzətmək, oxşatmaq mənasında. Məsələn, misal olaraq yazaq. Fuad qədər, məsələn, Fuad qədər. Fuad qədər oxu. Məsələn, Fuada yox, burada artıq şey bildir. Məsələn, Fuad qədər ifadəsi verildi də, düzdürmü? Fuad qədər artıq Fuada bənzətməkdən gedir elə söhbət. Fuad qədər oxu dediyim zaman artıq mən Fuada bənzətmə mənası bildirir deyə və baxın, hansı hala qoşulub deyəndə qoşmadan öncə gələn sözə baxırsınız. Baxırıq ki, qoşmadan öncə gələn söz Fuad sözü adlı kallı sözdür. Deməli, qədər sözü burada adlı kallın qoşmasıdır. Və bənzətmə mənası bildirir. Ondan sonra qədərin yerinə kimi də əlavə edə bilərəm. Fuad kimi. Yenə bənzətmə mənası verəcək. Ondan sonra Fuad tək. Təki qoyuram yenə. Təki qoyum. Eyni qayda ilə Fuad tək. Yenə bənzətmə mənası bildirəcək. Yenə də adlı kal qoşması sayılacaq. Məsələn, uşaqca hərəkət etmə deyirəm. Uşaqca. Canın yerinə kimini qoya bilirəmsə, deməli bənzətmə mənası adlı kallı qoşmadır. Uşaqca, yəni uşaq kimi. Uşaq kimi hərəkət eləmə deyirəm. Benim uşaqca hərəkət eləmə, uşaq kimi hərəkət eləmə. Canın yerinə kimini qoya bilirəmsə, artıq olur qoşma.
və bənzətmə mənası. Məncə bu hissədə problem qalmadı. Sonra birgəlik məzmunundan danışaq indi isə. Birgəlik məzmunu birgəlik yazım qoyun elə baxaq. Birgəlik məzmunu ilə ilənin qısalmışı olaraq lalədə verilir. Bunu yəqin ki, çaşmarıq da lalə şəkilçisindən onu deyəcəm necə tapmalıyıq. Eee, aha. Sonrasında ilə lalə bəzən də ca iki cür var. Bəzən, bəzi hallarda ca iki cür də birgəlik məzmunu verir. Məsələn, necə? Qələmlə. Qələmlə. Yəni qələm vasitəsilə. Lalənin yerinə vasitəsilə sözünü qoyuram. Məsələn, qələm ilə. Yəni qələm vasitəsilə sözünü qoya bilirəmsə, o zaman olur artıq ilə qoşması. Tamam mı? Bu isə məncə problem yoxdur. Eyni zamanda cazə də bəzən olur. Necə? Yol boyunca, yəni yol boyu ilə deməkdir də. Yol boyunca danışırdı. Yol boyu ilə danışdı. Yol boyu ilə danışdı mənasında. Götürmək də olar. Deməli, lalənin yerinə vasitəsilə sözünü qoya bilirəmsə, vasitəsilə sözünü qoyuramsa, deməli ilədir. Bunu da bildik. Keçdik məsafə qoşmasına. Məsafə çalar, mənası bildirən. Məsafə bildirənlər qədər, kimi, dək və candır. Bu da görərik ki, yönlük hal qoşmalarıdır. Məsələn, evə qədər məsafə bildirəcəkmi? Bəli, evə qədər. Evə kimi, evə dək, evə cən. Hamısını qədərin yerinə qoyuram. Bax, cən, dək. Hamısı evə dək bir məsafə mənası bildirir. Olacaq məsafə mənalı qoşmalar. Sonra istiqamət bildirənlər. İstiqamət bildirənlər. Tərəf, doğru, ondan sonra qarşı, sarı. Məsələn, evə tərəf, evə doğru, yönlük halda hamısı. Yenə eyni şeyi yazım. Evə tərəf, evə doğru. İstiqamət bildirir artıq, məsafə yox. İstiqamət bildirəcək. Evə qarşı, nə bilim, düşmənə qarşı, evə sarı. Hamısı istiqamət bildirir. Hara gedirsən? Evə doğru gedirəm. Yəni istiqamət bildirəcək burada. Ondan sonra aidlik, məxsusluq bildirənlər nədir? Bunları biraz elə məntiqlə tapmalıyıq. Aidlik bildirənlər aid, dair, məxsus, sonra haqqında, haqda, barəsində, barədə. Onları da özünüz yazın zəhmət olmasa. Haqqında, haqda, barəsində, barədə. Deməli, ona nədir aidlik bildirəcək? Bizə aid. Məsələn, bizə aid, bizə aid, bizə dair, bizə məxsus. Burada gördükmü? Artıq sənin haqda, onun barəsində və sair tipli sözlər var ki, aidlik bildirəcək. Nəsə, məsələn, deyirsən ki, mənə aid nə var bu söhbətin içində? Mənə aid. Gördünüz, yönlük hala qoşuldu, aid qoşmasına istifadə olundu. Məsələn, kimsə sənin haqqında hardasa nəsə danışılır, deyirsən ki, sənə dair söhbət gedir, sənə məxsus. Yəni aidlik, məxsusluq məzmunu bildirir. Sonrasında zaman məzmunu bildirənlər var. Zaman məzmunu bildirənlər sonra, əvvəl, yəqin ki, bu sözləri biz zərfdən tanıyırıq. Qabaq, bəri. Deməli, bunu necə tapmalıyıq? Bizdən sonra qarşısına çıxışlı qallı söz gəlibsə, deməli qoşmadır. Bizdən sonra artıq zaman məzmunu bildirəcək. Bizdən sonra yağış yağdı. Məsələn. Nə vaxt, nə zaman? Bizdən sonra. Bax, görürsünüzmü?
Sonradan qabaqda dandan çıxışlı kal söz var. Deməli burada sonra çıxışlı kal qoşmasıdır. Qoşmadır və zaman məzmunu bildirir. Eyni bizdən əvvəl yağış yağıb. Yenə eyni. Sizdən qabaq atamgil getdi məsələn. Bəri məsələn necə deyək? Bəri. Bəri deyilə bunlar mənasındadır. Səndən bəri, yox səndən yox da, belə deyək, başqa cür formada deyək. Bərin əslində yadıma sala bilmirəm misal. O tipdə bu tipdə olacaq. Yadıma hal-hazırda sala bilmirəm. Fərqləndirmə məzmunu var sonra. Fərqləndirmə məzmunu. Qeyri, başqa, sonra savayı, ayrı, özgə, əlavə. Bu da fərqləndirmə məzmunu bildirir. Səndən qeyri. Fərqləndirmə məzmunu. Məsələn, deyirəm ki, ə, səndən qeyri Əli, səndən qeyri oxuyan yoxdur. Fərqləndirdim Əliyi mən burada. Əli, səndən başqa oxuyan yoxdur. Səndən savayı, səndən ayrı, səndən özgə, səndən əlavə çıxışlı kallı qoşmalarıdır və fərqləndirmə məzmunu bildirəcək. Sonra səbəb, məqsəd, istinad bildirənlər var. Bu üç adda yadda saxlayın. Səbəb, məqsəd və istinad. Bunlar hansılardır? Üçün, görə. Bax bu səbəb məqsədi biz zərfliklərdə keçəcəyik, yəni öyrənəcəyik. Ona görə yadda saxlayın indidən. Səbəb, məqsəd, görə, əsasən, bir də ötürü. Deməli bu sözlər səbəb, məqsəd bildirəcək. Sənin üçün dağ aşıb gəlmişəm. Gəlməkdə məqsədim nə? Ya səbəb nə idi sənin üçün? Sənə görə gəlmişəm. Səbəbsən. Buna sənə əsasən gəlmişəm. Səndən ötürü gəlmişəm. Artıq burada səbəb, məqsəd, məzmunu bildirəcək. Buna görə də bunları bu formada yadda saxlamalısınız. Oldu mu? İndi isə qoşmaların sinonimliyi haqqında danışaq. Qoşmaların sinonimliyi nədir? Bənzətmə qoşması var ki, bənzətmə qoşması qədər, kimi, tək kimi sözlərlə işlədilir bənzətmə qoşmaları. Qədər, kimi, tək. Bunlar bir-birindən sinonimdirlər. Müqayisə sonrası var. Qədərlə cacə. Sonrasında məsafə məzmunu kimi bildirilənlər var. Yəni qədə bayaq yazdığımız hamısı qarşılıqlı yazdıqlarımız. Yəni burada silmədim səhv salmıramsa. Burada məsələn fərqləndirmə məzmununda verdiyimiz qeyri, başqa, savayı, özgə. Bunlar bir-birindən sinonimdirlər. Yəni biri olmayanda digəri onu əvəz edə bilir. Bu sinonimlikdir. Bunu yadda saxlayaq. İndi isə keçirəm omonimliklərinə. Omonimliklər nə idi? Deyilişi və yazılışları eyni, sadəcə olaraq məzmunları, yəni mənaları fərqli olmaqları var idi. Buna da çox qoşmamız var. Bir neçəsini misal olaraq çəkək. Məsələn, kimi qoşmamız var? Bir, kimi qoşması. Kimi qoşmasını biz bildik bir qoşma kimi sözünü. Bir də əvəzlik kimi bilirik. Məsələn, bir var deyirəm ki, sənin kimi oxuyan yoxdur. Artıq görürük ki, yiyəlik hallı sözlə bir yerdə işlədilir və parçalayanda da bir qəribə bir şey çıxır da, yəni ortaya. Bir də deyirəm ki, kim yazır, kimi oxuyur. Burada da artıq görürük ki, əvəzlikdir, qeyri-müəyyən əvəzlikdir. Bunu da seçə bilirik. Sonra ikinci olaraq hansı söz deyə bilərik? Qədər sözünü. Qədər. Qədər sözü bir qoşma kimi təbii ki işlənir dedik. Bir də isim kimi işlənəcək. Məsələn, qoşma kimi necə demişik? Sən qədər heç kəs oxumadı. Məsələn, sən qədər. Bir də isim kimi türlər demişə qədər var, qismət, qismət qədər. Bax, qədər odur burada. Məsələn, qədər nədirsə, o olacaq. Qədər nədir? O olacaq.
Yəni qismət nədir mənasında nə qədər formasında isim kimi işlədilir. Sonra 3. Tək qoşması, tək söz daha çox. Tək sözü uşaqlar 4 formada omonim kimi olur. Bir qoşma kimi, bir sifət kimi, bir zərf kimi, bir də ədat kimi. İndi mənalarına baxaq. Qoşma kimi qızıl tək parladı. Sözlə bir yerdə işlədilir. Qızıl tək görürük ki, bayaq yazdığımız məzmun çalarlarından da bənzətmə məzmunu var. Yəni qızıla bənzətmə var. Sifət kimi tək əldən səs çıxmaz. Hansı əldən? Tək əldən. Artıq burada hansı sualına cavab verdi. Zərf kimi tək qalmaq. Necə tərz qalmaq? Tək qalmaq ifadəsi var. Necə tərz qalmaq? Tək qalmaq. Ədat kimi isə tək sənə güvənirəm. Məhdudlaşdırıcı ədat kimi. Tək sənə inanıram. Yalnız sənə inanıram. Təkcə sənə güvənirəm kimi ifadələrdə də ədat kimi işlədiləcək tək sözü. Sonrasında tək getdi 4. 4-də ilə lalə sözü var. İlə. İlə və lalə fərqi yoxdur. Bu bir qoşma kimi işlənir. Bir də bağlayıcı kimi işlənir. Qoşma kimi qardaşımla mən getdim. Bircə mənasında. Bax, yerinə bircə də qoya bilirsiniz qoşma kimi işlənəndə. Qardaşımla bircə. Bax, bircə deyə bilirəm. Qardaşımla bu sizi çaşdıracaq biraz bilirəm ki. Qardaşımla getdim. Yəni qardaşımla bircə getdim. Bircə sözünü qoya bilirəmsə, deyə bilirəmsə, artıq olacaq qoşma. Bir də ilənin bağlayıcı kimi işlənməsi. Burada əgər yerinə və-ni qoya bilirəmsə, bağlayıcı kimi olanda, yerinə və qoya bilirəmsə, olur bağlayıcı. Qardaşımla mən getdim. Getdik. Daha doğrusu cəmdə veririk xəbərini. Getdik. Yerinə lanın və qoyursunuz. Qardaşım və mən getdik. Və uyğun gəldisə, deməli bağlayıcıdır burada. Bu xüsusiyyətlə yadda saxlayın. Sonra 5-ci sözümüz hansıdır? Cacə. Ca iki cür həm qoşma kimi olur, həm ədat kimi olur. Necə fərqləndiririk? Deməli, qoşma kimi yaşca məndən böyükdür. Yəni, yaş qədər, yaşca, yaş xüsusiyyətinə görə məndən böyükdür. Ədat kimi olanda bircə saat qalıb, bir qısaltma məzmunu verir, bir məhdudlaşma verir də. Bircə saat qalıb, 2-cə dəqiqə qaldı. Artıq görürsünüzmü? Ədatları necə tapırıq? Caciyəni əgər ədat olduğunu tapmaq istəyirsinizsə, cümlədən çıxardın. Görün cümlədə məna belə maksimum dərəcədə dəyişmirsə, elə belə cüzi mənada bir qüvvətləndirməsi dəyişibsə, qüvvətləndirmə ədatı kimi, qüvvətləndirməsi dəyişibsə, deməli orada ədatdır. Yaşca və deyirəm ki, 2-cə dəqiqə gözlə. 2-cə dəqiqə gözlə. Bilirəm, cacəni istəyirəm, 2 dəqiqə gözlə. Bilirəm ki, 2-cə dəqiqə gözlə. Görürsünüz, mənanı qüvvətləndirmişəm. Deməli, burada ədatdır. Sonrasında 4 dəqiqəmiz qaldı qurtarmağına vaxtımızın. Digəri doğru var, sarı var, qarşı var. Bunların da kitabda var omonimliyi. Hamısına baxarsınız. Başa düşməsəniz də bir də yenə hamısını mən sizə ataram, baxarsınız. Əsas yerlərindən deyim indi. Əsas hissələr deyim. Üçün, ötürü, görə, savayı, dək, can, haqqında, haqda, barəsində, barədə sözləri yalnız qoşma kimi işlədilir. Hansı sözlərdir? Üçün, ötürü, görə, üçün, ötürü, görə, savayı, ondan sonra dək, can, haqda, haqqında, barəsində, barədə sözləri yalnız qoşma kimi işlənir. Kimi qoşması bəzən feili sifətə qoşulduqda zaman məzmunu bildirir. Yəni, deməli həmişə kimi sözü hansı məzmun bildirəcək? Ya bənzətmə məzmunu verir, ya məsafə məzmunu verir. Amma bəzən deyir, feili sifətə qoşulduğu zaman, feili sifət plus kimi olduğu zaman bərabərdir zaman məzmunu verə bilər. Hansı sözlə deyək gəlin? Körpə səs eşidən kimi yuxudan oyandı. Səs eşidən kimi
Oyandı. Nə etdi? Oyandı. Nə vaxt, nə zaman? Səs eşidən kimi. Səs eşidən yazmamışam. Eşidən. Hə, eşidən. An, ən gördüyünüz kimi fe'li sifət. Fe'li sifət plus kimi var. Deməli, nə vaxt, nə zaman? Səs eşidən kimi. Zaman zərfliyi məzmununda çıxış edəcək. Ondan sonra qarşı qoşması əks ziddiyyət mənasını bildirir. Murad da ona qarşı nifrət hissi oyanırdı. Murad da ona qarşı nifrət hissi oyanırdı. Yəni ona qarşı ziddiyyət məzmununda bildirə bilər. Qoşmalı sözlər bütün cümlə üzvlərində çıxış edə bilər. Bunu yadda saxlayırsınız. Qoşmalı sözlər bütün cümlə üzvləri yerində çıxış edə bilər. Sadəcə olaraq feili xəbər ola bilməz, amma ismi xəbər ola bilərlər. Homonimlikləri 2 dəqiqəmiz qalıb. Homonimliyin arxasını deyim. Elə davam eləyək. 6-da qalmışdıq. Hə. Homonimliklərin altı. Tərəf var idi. Homonimliklərindən. Tərəf sözü bir qoşma kimi işlənir. Bir də isim kimi işlənir. Məsələn, sənə tərəf mənasında qoşmadır. Bilirəm, sol tərəf mənasında, sol tərəf mənasında isimdir. Sonra doğru sözü var. Doğru. Doğru həm qoşma kimi işlənir. Həm sifət məzmununda işlənir. Həm də zərf məzmununda, zərf formasında işlənir. Doğrunu məsələn sifət kimi, qoşma kimi işlənir. Düşmənə doğru qoşma olacaq gördüyünüz kimi. Doğru sözü, doğru söz. Hansı söz? Doğru söz. Bir də deyirəm doğru danış. Nə tərzdə danış? Doğru danış. Tərzə hərəkət zərfliyi, zərfi olacaq. Sonra sarı qoşması var. Sarı. Sarı isə qoşma, sifət, feil formasında işlənəcək. Onları da məncə bilirik. Qoşma, sifət, bir də nə məzmun dedik? Feil məzmununda. Gəl yaramı sarı mənasında feildir. Sarı rəng mənasında sifətdir. Bir də deyirəm evə sarı qoşmadır. Bu günlük bu qədər. Gələn dərsimizdə isə bağlayıcının izahını verəcəyik. Hər hansısa bir problem olsa dərsimizdə baxarıq.